böyük günahlardan biri haqqı valideyndir. İnsanın öz valideyninin üzünə ağ olması, insanın öz valideyninin narazı eləməsi Quran və hədislərimizə əsasən ən böyük günahlardan biridir. Allah özünə itayətdən sonra, özünə ibadətdən sonra öz kitabında valideynə yaxşılığı əmr eləyib. Valideynə yaxşılıq o qədər mühüm məsələdir. Peyğəmbər buyurur, valideynlərinizi incitməyin. Həqiqətən cənnətin ətri 1000 illik məsafədən hiss olunar. Amma haqqı valideynlər və qohumlarla əlaqələrini kəsənlər cənnətin ətrini iyini hiss eləməzlər. Peyğəmbər buyurur, kim valideynini qəzəbləndirsə, Allahı qəzəbləndirir. Başqa hədisdə buyurub, kim valideynini incitsə, məni incidib, məni incidən Allahı incidib, Allahı incidən isə lənətlidir, məlundur. Başqa bir hədisdə buyurur, valideyni birindən narazıdırsa bir şəxsdən, o nə qədər ibadət eləsə də, nə qədər əməl eləsə də, Allah onu heç vaxt cənnətə daxil eləməz. İbadət eləməsinə baxmayaraq cənnətinin yolunu öz üzünə, öz qarşısında bağlayır. Peyğəmbər buyurur, 3 dəstə insan var ki, Allah qiyamətdə onlarla danışmaz və rəhmət nəzəri ilə baxmaz onlara. 3 dəstəyə. Və onlar pak olmayıblar və onları ağır əzab gözləyir. O 3 dəstədən biri şərab içənlər, İkincisi Allahın qədərini təkzib eləyənlər, yəni Allaha naşükür olan insanlar, üçüncüsü də haqqı valideynlərdir ki, Allah onlara heç nəzər eləməz qiyamət günündə. İmam Sadiq əleyhissalam buyurur ki, valideyni incitmək hətta bu şəkildə ola ki, insan valideyn insana zülm eləyə, nahaq bir iş görə insan o övladına qarşı, övlad ona bunun müqabilində qəzəblə baxsa, nəinki üzünə bir söz desə, qəzəblə baxsa, Allah onun ibadətlərini qəbul eləməz. Valideyn nahaq olsa da, haqq da olsa. Onu incitsə, hətta qəzəblə baxsa, Allah ibadətini qəbul eləməz. Bir nəfər deyir, cavan oğlan can verirdi, bunu eşitmişsiniz, bir də istəyirəm yadınızda salam. Can verirdi, Peyğəmbər gəlmişdi başının üstünə. Peyğəmbər nə qədər ona kəlmə-i şəhadəti təlqin eləyirdi, o deyə bilmirdi, dili tutulmuşdu. Peyğəmbər dedi ki, deyəsən bunun nəsə bir müşkili, çətinliyi var, mənəvi bir problemi var ki, bu kəlmə-i şəhadəti deyə bilmir, şəhadət gətirə bilmir. Maraqlandı, dedi, yəqin ki, bunun anası bundan narazıdır. Anasını çağırdı, dedi, ana, sən övladından narazısan, dedi, bəli. Dedi ki, xahiş edirəm ki, övladı halal elə. Halal elə, bağışla ki, rahat can versin, imanla ölsün. Ana dedi, yox, 6 ildir mən onu danışdırmıram, çünki o mənə qarşı çox pislik eləyib, pis hərəkət eləyib. Bəzi hədislərdə var, Peyğəmbər bir dəmiri qızdırdı, gətirdi övladına tərəf ki, ona yaxınlaşdıranda ana dedi ki, halal eləyirəm. Ürəyi dözmədi. Halal eləyirəm dedi, ondan sonra gördülər ki, o danışmağa başladı. Dedi, ya Rasulallah, qara bir surət mənim başımın üstündə idi, məni qoymurdu danışmağa. Mənim pis əməllərimin yəqin təcəssümü idi. Sonra o surət getdi, nurani surət gördüm və mənim dilim açıldı. Peyğəmbər sevindi, o anaya dedi ki, Allah sənin övladı bağışladı. Günahlarından keçdi. Nəticə budur ki, yəni insan haqqı valideyn olarsa əgər, bunun ən ağır nəticəsi həm də budur ki, insan imansız dünyadan köçər. O da insan üçün faciədir. Kim imansız ölərsə, ömür boyu ola bilər namaz qılıb, amma axır anında imansız ölərsə, o mömin kimi məhşərə gəlməz. O, əzab içində olar. Peyğəmbər buyurub ki, kim valideyni özündən razı salsa, valideyni sevindirsə,
Allah onu günahlarını bağışlayar və dünyada da mükafat verər. Hədisdə var, 3 günah var ki, Allah dünyada cəzasını verər, heç qiyamətə saxlamaz. Yəni qiyamətdə də verər heç. Amma əvvəl dünyada cəzalandırar, sonra qiyamətdə. O 3 günahdan biri zülmdür. Kim Allah bəndələrinə zülm eləsə, qiyamət cəzasından başqa dünyada da cəzasını görər. İkincisi haqqı valideyndir. Kim valideyninə pislik eləsə, dünyada Allah cəzasını verər. Və üçüncüsü də yaxşılığa pislik eləmək. Ən pis xüsusiyyətdir. Quran buyurur, məyər yaxşılığın mükafatı yaxşılıq deyilmi? O insan ki, yaxşılıq müqabilində nankörlük eləyib, insanlara pisliklə cavab verirsə, onu Allah qiyamətə saxlamaz. Yaxşılığın qədrini bilməyən adamların cəzasını qiyamətə saxlamaz. Ata, ana kafir də olsa, mömin də olsa, hansı əqidədə olursa olsun, müsəlmanın ata-anasına hörməti və itaəti vacibdir. Ancaq bilirsiniz, vacib məsələlər istisna. O şey ki, Allah vacib buyurub, orada Allahın sözünə itaət vacib. Valideyn deyir, namaz qılma, haqqın yoxdur valideynin sözünə baxasan. Amma valideyn deyir, məsələn, müstəhəbbi namaz qılma, onda gərək valideynin sözünə baxasan. Vacib əmrlərdən başqa bütün hökmlərdə valideynə itaət vacibdir. Bir şərtlə ki, valideyn vacibi tərk eləməyə əmr eləməsə, bir də günaha əmr eləməsə. Bu iki haldan xaric hər zaman insan hətta Məşədə gedə bilməz valideynin razılığı olmadan, Kərbəlaya gedə bilməz. Çünki bunlar vacib ziyarətlərdir. Getsə günah səfərinə çıxır. İmam Hüseynin razılığı yoxdur ki, bir adam ata-anasının razılığı olmadan onun ziyarətinə gəlsin. Və valideynə uf da deməyin ayəsi var Quranda. Valideynə uf da deməyin. İmam Sadiq buyurur ki, Allah uf kəlməsindən rahat bir yüngül kəlmə tapsaydı onu işlədərdi. Yəni demir ki, valideynin üstünə qışqırma. O sənə qəzəblənəndən sonra sən ona ufla da cavab vermə. Yəni heç uf da deyib onun könlünü sındırma. Və bir də sözümün sonunda bunu da deyim ki, bəzi insanlar var, hədisdə var, valideynləri sağ olanda haqqı valideyn deyirlər. Amma valideyn öləndən sonra haqqı valideyn olurlar. Yəni savablarından onlara göndərmirlər. Valideynə savab, salavat, dua, zikir, Quran göndərmirlər. Valideyn öləndən sonra onlardan narazı olur. Diriliyində razı idi. Amma dünyadan köçüb, indi gözləyir ki, övladım mənə savab işlər göndərər və onu yad eləmir. Bəzi insanlar var, əksinə hədisdə var, diriliyində ata-analar onlardan narazı olub, haqqı valideyn olublar. İndi məsələn tövbə eləyib dinə gəliblər, ata da dünyadan köçüb. İndi istəyirsə valideyni özündən razı salsın, yol yenə bağlanmayıb. Savab işlərdən, xeyir əməllərdən ona ehsan eləməklə dünyadan köçmüş valideyni də özündən razı eləmək olar. Yəni bu İslam dinində mümkündür. Bu hədislərə əsasən bu mümkündür. Və sözümün sonunda müraciətlər çox oldu bu həftə ərzində. İstəyirəm bunu qısa şəkildə cavablandıram ki, bu məktəblərdə baş örtü ilə bağlı problem yarandı. Bir sıra məktəblərdə, rayonlarda da, Bakı şəhərinin bir sıra rayonlarında da və bizdən soruşurlar ki, bunun həlli istiqamətində nə etmək lazımdır? Biz bir mənalı olaraq bunu bildiririk ki, Azərbaycan qanunvericiliyinə zidd addımlardır və hansısa məmurların özbaşınalığının nəticəsidir. Yəni Azərbaycan qanunvericiliyində din, etiqad və vicdan azadlığı haqqında maddə var və insanların dini etiqad və vicdan azadlığı konstitusiyada təsbit olunmuş hüquqlardan biridir və bu hüququn qorunması da dövlətin vəzifəsidir və hansısa vaxt aşırı belə hallar olub. Hansısa bir məmur bəziləri görürsən, hələ də Sovet təfəkküründən azad olmayan insanlardır və qanuna zidd belə addımlar atırlar. Qanuna zidd belə addımlar atırlar və İnsanlara da qanuni hüquqlarını başa salmaq lazımdır ki, insanlar başa düşsün ki, bu mənim hüququmdur, mən istənilən şəkildə başqa cür görürsünüz, televiziyada da, küçədə də, məktəblərdə də, universitetlərdə də görürsünüz, hansı şəkildə başqaları gəzə bilirsə, dindar xanımlar da hicabda gəzə bilərlər. Yəni, əgər açıq-saçıqlıq, geniş təbliğ olunursa cəmiyyətdə və bu şəkildə gəzən insanlar da varsa, heç onlara heç nə demir. Amma dindarlara da kiminsə nəsə deməsi məntiqsizdir və bu həm qanunlara ziddir, həm dinimizə ziddir və xüsusilə də bu il
Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunub və bəzən maraqlıdır ki, belə vaxtlarda, həssas dövrlərdə, referendum öncəsi bir dövrdə mən elə bilirəm ki, bəzi o məmurların hərəkəti dövlətin özünə qarşı da yönəlir və dövlətin özünü də gözdən salmağa yönəlir. Mən hesab eləmirəm ki, bu dövlətin rəsmi qərarıdır və bu belə bir qərar yoxdur. Şifahi kiminsə göstərişidir və heç bir qanuna əsas olmayan bir şeydir. Hər insan da öz hüququnu bilib, o hüququnu müdafiə eləməsi onun vəzifəsidir. Qanuni yollar da kifayət qədərdir ki, insanlar o vəzifələrinə əməl eləməsi vacibdir.